Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Demək, ha deyirəm ki, bunun videosunu çəkəcəm və unuduram. Söz önü və artikellər ingilis dilində söz sayılır, yoxsa yox? Bu sualı dəhşət çox alıram. Çünki esse yazanda söz sayına bunu daxil etməliyik, yoxsa yox? Əlbəttə ki, uşaqlar, bunlar söz sayılır. Tamam mı? Niyə? İngilis dilində də köməkçi nitq hissələri var, əsas nitq hissələri var, Azərbaycan dilində də. Azərbaycan dilində köməkçi nitq hissələri danışarkən nə deyirik? Deyirik ki, leksik mənası olmayan, sadəcə qrammatik mənadan ibarət olan sözlər köməkçi nitq hissələrinə daxildir. Amma sözdür də, düzdür. İngilis dilində söz önü və artikel bölmələri köməkçi nitq hissələrinə daxildir. Yəni, bunlar şəkilçi deyil, sözdürlər. Sadəcə qrammatik mənadan ibarətdir. Bəzən uşaqlar belə sual verir. Müəllimə, məsələn, from, dan, dən deməkdir. Azərbaycan dilinə şəkilçi olaraq tərcümə edirik. Demək, bu şəkilçidir. Xeyr, əzizim, şəkilçi deyil. Çünki sən bunu tərcümə edirsən Azərbaycan dilinə. İngilis dilində bu bir sözdür. Yəni, bizə lazım olan bunun ingilisdə nə olduğudur. Azərbaycan dilində istəyir şəkilçi olsun, istər söz olsun. Heç bir əhəmiyyəti yoxdur. Yəni, unutmayın. İngilisində esse yazarkən söz sayına artikel və söz önləri də daxildir.